Verilişin sponsoru Masallı Asan Həyat Kompleksi Kinoklubda yerləşən Organik Fast Food, Kəndli, Bay Rəhimli. Musiqiyə bu qədər sevgi, məhəbbət Ruslan Zahidovda hardan yarandı? Bu sənət bizə irsən keçir. Musiqi aləmində sizə qarşı ən böyük haqsızlıq olubmu? Haqsızlıq hər zaman olub. Təhsil olmayan, özünə hörmət qoymayan, cəmiyyətə yaxşı nümunə olmayan müğənnilər var. Show biznes Azərbaycanda yoxdur. Mən istəyirəm ki, həqiqətən Ruslan sözün gücünü göstərsin. Əgər ifa edirsənsə, normal Azərbaycan musiqisi ifa elə. Bir klip çəkdirir, açıq saçı. Mənim özümə kolleqalarımla dəstək olan adam olmuyor. Gönül Kərimovanın Şəmkir mahnısı Şəmkirin vəsiqəsidir. Və yaxud Cavad Rəzəbovun Lənkəran mahnısı olsun. Nə oxuyurlar oxusunlar, amma cılızlaşdırmaq çox yaxşı deyil. Əxlaqsız adamın mənim evimdə nə işi var? Ya mənim həyatımda toyda nə işi var? Nöqtəni bizim gözəl sənətkarımız, bizim bölgəmizin fəxri olan Cavad müəllim vurub. Tanınmaq üçün sənət yazılımında, yoxsa səs və yaxud da pul? Qalmaqallı suallar versin. Əlbəttə, kimsə bizi istəyirsə, biz orada varıq. Sözün gücü efirdədir. Dəyərli dostlar, əziz tamaşaçılar, bildiyiniz kimi artıq Sözün Gücü verilişi hər həftənin 5-ci günü bizim sosial media hesablarımızda yayımlanacaq və verilişimizin ilk qonağı Respublikanın tanınmış müğənnisi və bizim cənubumuzun incilərindən olan Ruslan Zahidovdur. Ruslan, xoş gəlmisən. Xoş gördük Məhəmməd bəy. Səni. Çox sağ olun, təşəkkür edirəm və sizə təşəkkürümüzü bildiririk ki, bu ilk verilişə məni dəvət eləmisiniz və sizin bu verilişə biz uğurlar arzu edirik. İnşallah əminəm ki, düşərli, uğurlu olacaq. Çox sağ ol Ruslan. Biz də elə həmçinin sənə xoş gəldin deyirik. Ruslan, belə bir sual vermək istəyirəm sənə. Artıq populyar bir müğənnisən. Həm Cənub bölgəsində, həm Respublika səviyyəsində tez-tez televiziyaya çıxırsan. Daha sonra mən bildiyim qədər mədəniyyət sahəsində fəaliyyət göstərirsən. Respublika səviyyəli tədbirlərdə səhnə alırsan. Belə şirin səs və musiqiyə bu qədər sevgi, məhəbbət Ruslan Zahidovda hardan yarandı? Mərhəmət bəy, bu sənət bizə irsən keçir. Yəni mənim üzr istəyirəm, babamın qardaşı Respublika səviyyəli sənətkarlar olub, hətta onların dayıları və bizim nəslimiz bu sənəti davam elətdirib. Musiqiçi ailəsində anadan olmuşsunuz. Nəinki musiqiçi ailəsində, musiqiçi nəslində. Musiqiçi nəslində. Çox gözəl. Neçə yaşında başlamısan Ruslan? 93-cü ildən yavaş-yavaş bu sənətə addımlar atmağa başladım. Amma 95-ci ildən toylara getməyə başladım. Hətta elə 97-ci ildən toylar idarə eləməyə başladım. Bu 30 il ərzində səni əsas formalaşdıran nə olub? Yəni Ruslan Zahidov eləyən nə olub? İlk növbədə aldığım təhsil. Mən Bülbül adına orta ixtisas musiqi məktəbində Respublikamızın tanınmış xanəndələrindən bu sənətin bilgilərini öyrənmişəm. Mən lap adlarını sadalamaq özümə borc bilirəm. Respublikamızın əməkdar artisti Nuriyə xanım Hüseynova, mərhum sənətkarımız Vahid Abdullayev, Respublikamızın xalq artisti mərhum sənətkarımız Ağaxan Abdullayev. Allah rəhmət eləsin. İkisi dünyasını dəyişib. Nuriyə xanıma da can sağlığı, uzun ömür arzu edirəm. Musiqi aləmində sizə qarşı ən böyük haqsızlıq olubmu bu 30 il ərzində? Haqsızlıq hər zaman olub, olur. Amma haqsızlıqla bərabər mənim sizin kimi dəyərli dostlarım da var və onlar onların qarşısını alıb. Bugün bilirsiniz, show biznesdə qalmaqallar çoxdur. Mən elə bilirəm ki, show biznesdə ikiyüzlülük çox var. Sən necə düşünürsən? Ümumiyyətlə, mən özümü show biznesdə görmürəm, açığını deyim. Azərbaycanda show biznesdə yoxdur. Yox, vəziyyətləri yoxsa dağılıb? Xeyr, yoxdur, ümumiyyətlə heç olmayıb. Show biznes bir çətin bir prosesdir. O Azərbaycanda əgər bugün toyla, nə bilim, hər hansısa gedib müğənnilər bir proqramlarda, hansısa bir restoranlarda oxuyurlarsa, bununla ölçürlərsə, bu show biznes deyil. Show biznes Azərbaycanda yoxdur. O illərdəki toylar yaxşı idi, Ruslan. İndiki əsasən məsələ toy bazarındakı rəqabət və qiymətlərdir. Bunun haqqında biraz danış.
o dövrlə bu dövrü müqayisə edəndə əlbəttə ki, o dövrün toyları daha samballı idi. Daha gözəl idi. O dövrdə biraz toylar fərqli o idi ki, kişi toylar kişi məclisi ilə üzr istəyirəm, xanım məclisi ayrı keçirilirdi əlbəttə. Və bir yerdə də keçirilən məclislərdə biraz sambal var idi. Amma indi biraz aləm dəyib bir-birinə. Səncə onda sənətə hörmət vardı, indi var? Əlbəttə ki, onda. Səsi olmayan, özünə hörmət qoymayan, cəmiyyətə yaxşı nümunə olmayan müğənnilər var. Platformalarda saxta profillər açıblar, nə bilim, sünni baxış deyirlər də, izləyici artırıblar, özlərini fenomen sayırlar və kütlə var ki, bir cəmiyyət var ki, onları toya aparır, nə bilim, bir tədbirə aparır, amma həqiqi sənətkarlar, həqiqi peşəkarlar qıraqda qalır. Yəni siz bununla nəsə bir mübarizə aparırsınız? Qalmaqallı suallar verirsən. Və mən elə gəlir ki, mənim yavaş-yavaş düşmanlarım çoxalacaq bu sənətdə. Burada mən istəyirəm ki, həqiqətən Ruslan sözün gücünü göstərsin və bu sualları mən səni tanıyaraq verirəm və bir media nümayəndəsi olaraq bilirsən ki, Cənub bölgəsində ən böyük izləyici kütləsi məndədir. Abunə sayı məndədir. Ona görə də mən istəyirəm ki, Ruslan Zahidov bu günləri sözün gücündə həqiqətləri açıqlasın. Müğənnilər var ki, səsləri yoxdur. Özlərinə hörmət eləmirlər. Öz yaşadıqları rayona hörmət eləmirlər. Musiqinin rədifi bayatı yerində deyil. Səslənməsi yerində deyil. Bir klip çəkdirir, açıq-saçıq. Əsas məsələ nədir? Cəmiyyətə nümunə olmur, gənclərə nümunə olmur bu şəxs. Amma görürsən ki, cəmiyyət onun arxasıca gedir. Burada da bir məsələ var. Bu günləri media olaraq biz bunlarla mübarizə aparırıq. Hər zaman bildiririk ki, özünə, sənətinə və rayonuna, cəmiyyətinə, xalqına hörmət qoyan. Necə siz bayaqları qeyd etdiniz ki, keçmiş dövrdə sənətə hörmət var idi, amma indi yoxdur. Bunun əsas səbəblərindən biri elə budur. Biz bununla mübarizə aparırıq. Bəs siz necə? Mübarizə aparırsınızmı? İlk növbədə bunu qeyd edim ki, mən sənət deməzdim. Ümumiyyətlə, təsadüfi insanlar çox çıxıb ki, oxuyurlar. Oxumaq istəyirlər və indi asandır da. Asandır, gediblər studiyalarda. İndi daha asanlaşıb süni intellektdən də adətən mahallar ərsəyə gətirirlər. Gedirlər studiyalarda oxuyurlar və səs rejissorları onları biraz düzəldirlər orasını burasını və gəlirlər 4-5 mahnı ilə girirlər toya. Başlayırlar o mahnıları, eyni mahnıları ifa eləməyə bütün məclislərdə. Amma canlı ifa eləyə bilmirlər. Ümumiyyətlə onların nə bazalarında Azərbaycan klassik bəstəkarlarımızın mahnıları var, nə onların bazalarında Azərbaycan xalq mahnıları var. Fərq etməz. Ümumiyyətlə sənədə aid olmayan cılız ifalar ki var, onları təqdim edirlər və onların da öz kütlələri var. Əslində qalanda mən onlara irad bildirmək istəyirəm ki, ən azından əgər ifa edirsənsə, normal Azərbaycan musiqisi ifa elə. Və bununla mübarizə aparmaq hal-hazırda çox çətindir. Ona görə açıqını deyim, özümü yormuram da. Neçənci ildə Masallı haqqında mahnı oxumusan? 12-13 yaşımdan Masallı rayon mədəniyyət mərkəzində keçirilən tədbirlərdə, konsertlərdə ifa edirdim. Demək olar ki, elə həmən illərdən, 93-94-cü illərdən gözəl bizim Azərbaycanımızın bəstəkarlarının ərsəyə gətirdiyi masallı mahnılar vardı. Onları biz səhnələrdə ifa edirdik, konsertlərdə ifa edirdik. Amma özüm üçün 2016-cı ildə bir masallı mahnısı bizim Mircavid qardaşımızın həm sözləri, bəli, Mircavid Masallının həm musiqisi, həm sözləri ona aid olan bir gözəl mahnı ərsəyə gəldi və onu mən Bakıda aranjman elətdirdim. Dəyərli qardaşımız var, Yaqub Qurbanov, o aranjman elədi, hətta canlı alətlərlə. Ona bir klip də çəkdirdik. Peşəkar səviyyədə də? Peşəkar səviyyədə, əlbəttə. Ümumiyyətlə, mahnıya gələ peşəkar səviyyədə yanaşasan. Klip də çəkdirmirsən? Əlbəttə, klip də çəkdirdik. Bu sualı ona görə verdim ki, Ruslan, indi hal-hazırda... Klipi də çəkən bizim Nur Production idi. Nur studiyası. Bəli, Nur studiyası idi. Allah canlarını sağ eləsin. Səfər qardaşımız, Faiq qardaşımız var olsunlar. Və bu sualı ona görə verdim Ruslan sənə ki, indi Məhərrəmlik ayındaydıq, artıq bitir Məhərrəmlik ayı. Həmin vaxtlarda biz tərəflərdə toy olmur. Mən digər tərəfləri deyə bilmərəm. Bu mövzuda da mən bilirsən bir qalmaqallı çıxış eləmişdim Məhərrəmlik ilə bağlı. Və sualı sənə əsas verməkdən məqsədim o idi ki, artıq Məhərrəmlik bitir.
bir 10 gün olar ki, görünən və görünməyən müğənnilər, mən hətta onlara müğənniciklər deyirəm, bəzən tənqid eləyirəm, onların səhifələrində şərh yazıram, məni düzdür bloka atırlar, cavab yazmırlar və hamısı rayonlar, eyni rayon haqqında mahnı oxuyur və mən bilirsən, Talış mövzusu ilə bağlı çıxış eləmişdim. Əslində orada mənə irad bildirdilər. Mən əsasən onu nə səbəbə demişdim? Mən bildirmişdim ki, Talış dilində mahnı oxumaq bizim üçün çox gözəldir. Mən özümə Talışam, Talışları çox sevirəm, Talışlara böyük hörmətim var. Amma əslən Azərbaycanlıyıq. Hər hansı bir insan Azərbaycanın hər hansı bir bölgəsi haqqında mahnı oxuyursa, bu təbii ki, nə xoş bizim halımıza. Bilirsiniz ki, məsələn, Köyün Kərimovanın Şəmkir mahnısı Şəmkirin vəsiqəsidir. Və yaxud Cavad Rəzəbovun Lənkəran mahnısı olsun, Lənkəranın vəsiqəsidir. Bunu sevirəm. Təbii ki, burada uzun illər bundan öncə sən də masallı mahnısı oxumusan və o mahnı hər an rayon tədbirlərində cəmiyyətə təqdim olması mahnıdır. Masallı mahnısı. Və onun klipini də çəkmirsən. Mən bilirəm, məlumatım var, orada böyük bir peşəkar komanda işləyib və çoxlu baxış sayda yığıb. Məsələ nədir? Məsələ odur ki, bu günləri bir rayon haqqında 20 dənə ayrı-ayrı adamlar mahnı oxuyur. Amma bunların heç birinin sənəti yoxdur. Heç birinin sənəti yoxdur, səsi yoxdur, musiqinin rədifi yerində yoxdur, bayatısı yerində yoxdur. Amma çıxır masallı mahnısı, çıxır Lənkəran mahnısı. Bunu sırf bunlar toy üçün eləyirlər. Toy bazarı üçün eləyirlər. Mən bugün bilirəm ki, məsələn, müğənnilər var ki, öz rayonlarına olan məhəbbətindən bunu eləyirlər. Məsələn, necə ki, sən masallı mahnısını bu məhəbbətlə oxumusan, paylaşmısan və bu öz nəticəsini, bəhrəsini sənə verib. Amma o çıxır, biri var, rayonun adını çəkmirəm, ay Talışlar, sizə qurban olun. Bir nəfər də onun kommentariyasında yazıb ki, valla bunu deyir, bizim rayonda buna hörmət yoxdur, indi deyir, qaçıb Talışların üstünə. Mən demirəm ki, Talış dilində mahnı oxumasın və yaxud Azərbaycan dilində mahnı oxumasın. Mahnı oxusun, amma yaxşı oxusun. Sənətə hörmət qoysun, musiqiyə hörmət qoysun, nota hörmət qoysun. Sünni intellektlə söz yazıb, nə bilim, 10 manatlıq studiyada aranjrovka eləyib, sünni intellektə 5 manat verib, ona klip çəkdirib, bizə təqdim eləməsin. Mən bunu deyirəm. Yəqin ki, sən mənə razılaşarsın. Əlbəttə. Mərhəmət bəy, mən ilk növbədə qeyd edim ki, mən sizin sosial şəbəkələrdə olan hesabınızı izləyirəm, oxuyuram. Bəli, məlumatım var və sizin bu dediyiniz bu mövzuya aid nöqtəni bizim gözəl sənətkarımız, bizim bölgəmizin fəxri olan Cavad müəllim vurub öz kommentləri ilə və əgər kimsə istəsə, girib sizin Facebook səhifəsində, TikTok səhifəsində Cavad müəllimin gözəl rəyini, Cavad müəllimin rəyinə qulaq asarım. Mən uzun danışmayacağam bundan bağlı. Kim nə oxuyur oxusun, hansı mövzuda oxuyurlar oxusunlar, amma gözəl musiqi, yəni ki, bu gözəl sözlərlə, gözəl keyfiyyətli aranjmanla, ilk növbədə söz və musiqi və aranjman bunlar əlbəttə ki və ifa, bunlar önəmlidirlər. Nə oxuyurlar oxusunlar, amma cılızlaşdırmaq çox yaxşı deyil. Mən sizə deyim, Cavad Rəzəbov çox gözəl orada toxunub və qeyd edib ki, biz demirik oxumasınlar. Biz demirik ki, Talış dilində oxumasınlar, Azərbaycan dilində oxusunlar. Oxusunlar. Azərbaycan mahnısını Azərbaycan dilində, Talış mahnısını Talış dilində oxusunlar. Məsələ nədir? Yaxşı oxusunlar. Məhəmməd bəy, üzr istəyirəm. Bu günləri bizim Azərbaycan musiqilərini dünyanın bir çox ölkələrində ifa edirlər. Hətta bir çox toylarda. Mən bir şey qeyd edirəm, mən Rusiyaya, ümumiyyətlə xarici ölkələrə çox toylara gedirəm, gəlirəm. Elə Allah bütün xalqımıza hər zaman harada yaşamasından asılı olmayaraq toylar, gözəl günlər nəsib eləsin. Mən orada hətta görürəm, başqa xalqların insanları bizim musiqilərimizi elə gözəl, zövqlə qulaq asırlar, dinləyirlər, hətta rəqs edirlər. Amma günü bugün bizim musiqimizi, mədəniyyətimizi elə bir günə qoymaq istəyən, üzr istəyirəm, təsadüfi insanlar var ki, bunlar doğrudan da Azərbaycan musiqisinə xələl gətirirlər. Ona görə biraz diqqətli və məsuliyyətli olmaq lazımdır. Bilirsiniz ki, bu mövzuda mətbuatın böyük bir gücü olub, Audiovizual Şura çox müğənnilərə qadağan qoyub efirə çıxmağa. Yəqin məlumatınız var. Böyük bir siyahı hazırlanmışdı. Sonradan o siyahıya irad bildirdilər ki, biz orada yoxuq falandır. Bu siyahı ümumiyyətlə rəsmi bir şey deyil. Amma mən sənə tam deyim dəqiqin. Bu rəsmi bir məlumat idi
həmin müğənniləri həqiqətən efirə qoymurlar. Mən özümü deyirsinizsə, mən məsələn ailəmdə bir yaxın qohumumun, bir dostumun, tanışımın toyu olsa, o bəzi müğənnilər ki var bu günləri gündəmdədirlər, onları mən öz evimə, ailəmin yanına qoymaram. Niyə qoymaram? Səbəbini deyim. Çünki mən birinci növbədə onların canlı yayına baxıram, əxlaqsız hərəkətlər edir. Əxlaqsız adamın mənim evimdə nə işi var? Ya mənim həyatımda, toyda nə işi var? Həmçinin özünə hörmət qoyan, öz ailəsinə hörmət qoyan, təbii ki, o əxlaqsız öz evinə gətirib oxutturmaz. Onun əlinə mikrofon verməz, sonra da onun başına pul sətməz. Sonra da onu çəkib paylaşırlar ki, filan rayonda toy oldu, filan kəsi gətirdi, ona bu qədər pul verdi. Biz nəyə deyirik? Biz deyirik ki, bizim özümüzün var. Bundan yaxşı mənada istifadə edək də, dəstək verək. Elə bu mövzuda sənə bir dənə də sual vermək istəyirəm. Sənətdə əsasən Ruslan Zahidova ən böyük dəstəyi kim göstərib? Ən böyük dəstəyi mənim valideynimdir, atam. Və mən həyatda ümumiyyətlə hər şeyi ona borcluyam. Dəstəyi olan insanlar da olub, olmayan insanlar da olub. Məsələn, bir adamın adını istəyərdim sadalayam, amma özü deyib ki, ehtiyac yoxdur. Məsələn, mənim üçün həqiqətən sənətimdə... Amma çox xahiş edərdim sadalayarsınız. Yox, mən özü istəmirəm onu sadalamaq. Tamam. Məsələn, mənə dəstək olub, Allah ona can sağlığı versin. Hətta yaradıcılığımla bağlı mənə deyib ki, gəl sənə müəyyən qədər pul verim ki, get yaradıcılığınla aranjman elətdir. Belə sadəcə özü istəmir, mən onun adını sadalayardım. Allah ona can sağlığı versin. Toylara gedirsiniz hal-hazırda. Əlbəttə. Ansamblınız var. Adı nədir? Gənclik instrumental ansamblı. Gənclik instrumental ansamblı. Buradan da bütün kollektivi salamlayıram mən. Ən çox Azərbaycanda yoxsa xarici ölkələrdə, Rusiyada? Ümumiyyətlə Azərbaycanda da, Rusiyada da, digər xarici ölkələrdə, məsələn, əlbəttə. Ansamblınızdan biri işte. Bəs hal-hazırdakı qiymətlər nədir? Bir gizli deyilsə də belə. Qiymətlər deyəndə ki, o açığını deyim, ümumiyyətlə kasbının da yanında varıq, varlığının da yanında varıq. Allah canlarını sağ eləsin. Kim toy eləyirsə, təbii ki, o büdcəsinə uyğun olaraq. Bəs belə bir sual verim. Hər hansı bir platformada kimsə yazsa ki, biz sizi və ansamblınızı öz ailəmizdə görmək istəyirik. Amma belə deyək də, imkanları olmasa, necə? Gənclik instrumental ansambli və rəhbəri Ruslan Zahidov. Ora gedərmi? Məhəmməd bəy, bizi ümumiyyətlə tanıyan tanıyır, açığını deyim. Belə bir sualdır ki, əlbəttə, kimsə bizi istəyirsə, biz orada varıq. Çox gözəl. Və olmalıyıq da bunu özümüzə bir mənəvi borc bilirik. Daha bir maraqlı burada sual var, izləyicimiz yazıb. Yazıb ki, Ruslan bəyə bizim salamlarımızı çatdırın, adını çəkilməyini istəmir. Yazıb ki, toylarımızın xüsusilə musiqi baxımından bayaqlaşmasına səbəb nədir? İlk sualdır. Toy musiqilərinin bayaqlığında sənət adamlarının günahı çoxdur. Ya sadəcə onların günahı yoxdur, onlara verilən sifarişlə uyğun musiqi ifa edirlər. Bu gözəl sualdır. Maraqlı sualdır. İlk növbədə elə ən böyük günahkar o bayağı musiqiləri ifa edən müğənnilərdir ki, onlar onu oxuyurlar və sosial şəbəkələrdə paylaşırlar. İndi şükür olsun Allaha ki, artıq televiziyalarımızda elə musiqilərə qadağa qoyulub, amma sosial şəbəkələrdə bunlar davam etdirilir. Və o ikinci sual da bu oldu ki, yəni elə vaxtı məcburiyyətdən heç özünü ifa eləməsəm də gəlir dinləyici deyir ki, mən bu musiqini istəyirəm, telefonla qoy, özü telefonu gətirir, musiqini təqdim edir, deyir. Məcburiyyətdən oxuyursunuz. Əlbəttə. Elə bir bu sənətdə bir 30 il ərzində arzun olub ki, hələ bir onu reallaşdırma bilməmisən, hələ belə deyək də o arzunu gerçəkləşdirə bilmirsən. Bəli. Çox planlar var. İnşallah biraz indi hal-hazırda Azərbaycan musiqisində durğunluqdur. Bu da açığını deyim, sənət adamlarına, əsl musiqiyə qiymət verən insanlara biraz psixoloji, mənəvi təsir eləyir. İstəyirsən ki, yaxşı bir musiqi ifa eləyəsən, yaradasan və yaratmışam da. Mən Azərbaycan Respublikasının böyük bəstəkarlarından üçün adını sadalayaram ki, onlardan mahnılar almışam, şəxsən aranjman elətdirmişəm, hətta ikisinə klip çəkdirmişəm. Bizim mərhum bəstəkarımız, böyük bəstəkarımız Tahir Əkbərdən, Professor Nəriman Məmmədovdan və Arif Ağayevdən. Bunlar o mahnıları da hal-hazırda sənətimizdə durğunluq olduğu üçün ona baxmayaraq mən ifa edirəm. Amma insanların zövqünə uyğun da məcbursan ki, hərəkət eləyəsən. Ruslan, bəs indiki dövrdə məşhur və yaxud tanınmaq üçün
sənət yazılımıdır, yoxsa səs və yaxud da pul? Sənət sənətdir. Səs də səsdir. Bu təbii ki, bu Allahın verdiyidir. Sənət də istedaddır. İstedad və Allahın verdiyi o sənətlə, səslə birgə sintez olunur. Amma pul vacibdir. Təbii ki, pul mütləqdir, pul vacibdir. Pul olmasa yaradıcılığa heç vaxt addım atmaq olmaz. Aranjmanı var, bunun çəkilişləri var, bunun nə bilim mahnılar nərsəyə gətirməsi. Hətta bəstəkarlardan mahnılar almalısan, şairlərindən sözlər almalısan. Bunlar hamısı pul vəsait tələb edir. Özünüz gəncsiniz, gənclərə nəsə bir dəstək olursunuz bu sənətdə, bu yolda addımlayan, yeni addımlayan və yaxud sizə bir müraciət edirlərmi? Mərhəmət bəy, indi yox. Ümumiyyətlə, mən elə demək olar ki, məni tanıyan bizim kollegalarımız bilirlər ki, əlimdə nə vaxt imkan olubsa, mən onların hər birinə dəstək olmuşam. Toylarla bağlı olubsa, toylarla bağlı, mahnılar lazım olubsa. Hətta bir neçə müğənni var ki, öz aranjman etdiyim mahnıların minuslar deyərdə, minusovkalarını vermişəm ki, verirəm sənə, get bunu oxu. İndi özləri yəqin ki, bu verilişi inşallah izləyəcəklər, bilərlər kimlərdən, ad-sat almaq istəmirəm. Və bu təbii ki, belə də olmalıdır. Əslində gələk dəstək olasan, ümumiyyətlə. Mən bir şey qeyd edim ki, mənim özümə, kollegalarımda dəstək olan adam olmayıb. Çox az olub. Yox, olmayıb. Açıq deyərəm, yəni varsa yazsınlar ki, mən sənə dəstək olmuşam. İnşallah sizin verilişiniz gedəcək. Özün öz belə bəyaları qeyd elədin. Allah valideynlərə can sağlığı versin. Atanız, qardaşınız sizə dəstək olub bu yolda. Başqa heç kim olmayıb. Əlbəttə. Atam ümumiyyətlə mən hər zaman borcluyam. Allah can sağlığı versin. Aydındır. Ruslan, heç olubmu əsəbləşmirsən və yaxud hər hansı bir bu sənətdə gördüyün o mənfi şeylərdən olubmu bir dəfə mikrofonu qoyasan ki, bu artıq xüsusilə bəs eləyir, gedirəm sənətdən sonra fikrimi dəyişəsən, belə bir hallar necə baş verib? Mərhəmət bəy, elə bir şey olmayıb, açığını deyim. Heç vaxt olmayıb. Ümumiyyətlə, mənim qarşıma Allah canlarını sağ eləsin, həmişə yaxşı insanlar çıxıb. Və mən toy seçimləri də eləyəndə həmişə seçim eləmişəm. Təsadüfi olub, gedmişəm toyda yorulmuşam, ən azından yorğunluq o demək deyil, sən ümumiyyətlə fiziki yorğunsan, mənəvi baxımdan, psixoloji baxımdan yorulursan, amma o yaxşılar nümunət də, yaxşılar o pisləri şükür olsun Allaha ki, həmişə qarşılayıb. Elə bir sir varmı Ruslan? Onu açmaq istəyirsən burada? Nəsə bir sir var bu sənətdə, bu musiqi camiasında, sənə qarşı olan haqsızlıq və yaxud ümumi Azərbaycan musiqisinə, Cənub bölgəsindəki musiqilər arasında, ya öz kontentin arasında? Mən həmişə öz yolumu davam elətdirmişəm, heç kimə qulaq asmamışam. Nə mənada qulaq asmamışam, üzr istəyirəm. Yəni ki, o mənə qarşı olan haqsızlıqlara, pisliklərə qarşı mən həmişə göz yummuşam. Əhəmiyyət verməmişəm. Öz yolumu davam elətdirmişəm və bu yolda da şükür olsun Allahımıza ki, bizi yaradana ki, məni heç vaxt yarı yolda qoymayıb və mənə dəstək olub. Əsas odur. Bildiyim qədər menecer, prodüser, köməkçi zat belə şeylərdən də istifadə eləməmsən heç vaxt, düzdür? Xeyr, heç vaxt. Hamısı özünüz. Əlbəttə. Bu çətin biraz proses, açığını deyim. Yəni hər şeyi özünü etmək, nə bilim, mahnı aranjman elətdirmək, ifa eləmək, bunu yaymaq biraz çətin prosesdir. Amma inşallah bu yaxınlarda fikrim var. Platformalardan necə olsun, sosial medialardan, yəni istifadələr necə edirsən? Özün yoxsa? Bu baxımdan biraz tənbələm, açığını deyim. Yəni indi hal-hazırda ümumiyyətlə toylar özləri bir reklamdırlar da. Hərə bir özü ilə menecer aparır. Ən azından toyda çəkilişlər eləyirlər, telefonla ora-bura yayım edirlər. Mənim sadəcə olaraq o köməkçim olmadığım üçün, mənim işlərimi davam etdirmədikləri üçün ümumiyyətlə belə bir bu baxımdan hələ biraz özündə də yəqin ki, biraz tənbəllik var. Bu illərdə gecikmirsən, amma təbii ki, sənət baxımından özün elə populyarsan. Onsuz da bu sosial platformalar beləncədir ki, bunlar hər an silinə bilər, gedə bilər. Amma tarixdə qalan bir şey var ki, onlar kitablardır, qəzetlərdir, jurnallardır, yazılanlardır. Ya kağız üzərinə yazılanlardır. Bu platformalar, indiki platformaların çoxsu da bilirsiniz də süni şəkildə artırmalardır. Baxış sayıları müəyyən insanlar tərəfindən, bloqlar var ki, onlar tərəfindən pulla olunur. Bir də üzr istəyirəm, yaxşı şey təqdim etmək lazımdır. Pisi nəyi təqdim edirsən ki? Sən gözləyirsən, yaxşı təqdim edirsən. Yaxşı təqdim edirəm. Ümumiyyətlə, mən Masallı rayon Mədəniyyət Mərkəzindəki oxuduğum tədbirlər ki var. Bax, onların orada biz proqram var da, ümumiyyətlə, bizim Azərbaycan klassik bəstəkarlarının mahnılarını ifa edirik və
o mahnıları mən həmişə təqdim eləmişəm. Mənim sosial şəbəkələrdə də var. Uğurlu mahnılarından hansı olub Ruslan? Sənə uğur gətirib o mahnı, belə deyək, biraz cəmiyyət arasında biraz daha çox tanınmısan. Elə bir mahnın var. Açığını deyim, bizim elə xalq mahnılarımız, bəstəkar mahnılarımız. Ruslan, haçansa sənətdən getsən, Ruslan Zahidovu izləyicilər, onu sevənlər, dostları, yaxınları necə xatırlayır? Özündə fikirləşirsən ki, belə xatırlanaram. Ən azından insan hansı sənətin sahibi olmağından asılı olmayaraq yaxşı insan olmalıdır. Yaxşı dostları olmalıdır, yaxşı ünsiyyət olmalıdır. Ümumiyyətlə, Azərbaycanımızın böyük sənətkarları var və olub da, Allah qəni-qəni rəhmət eləsin, hər sənətkarımızı bir ifasıyla, bir mahnısıyla yadda qalıb. Biz də təbii ki, inşallah çalışırıq ki, bizim gələcəkdə bizi ifa elədiyimiz gözəl musiqilərlə, gözəl mahnılarla xatırlasınlar, gözəl əməllərimizlə xatırlasınlar. Sözün gücünə qiymət verirsən musiqidə, o yazılan sözlərdə, yoxsa elə belə deyək də, deyirsən elə oxuyum, qutarsın, geçsin. Orada əsas məsələ mənim üçün maraqlı oldu ki, yazılan sözə qiymət verilsin, sözün gücünə qiymət verilsin. Sən necə? Ümumiyyətlə, sözün gücü olduğu kimi, bu gözəl sözdür, verilişinizə uğurlar arzu edirəm. Söz musiqinin, mahnının sütunudur. Ola bilər, melodiya gözəl ola bilər. Söz elə bir cılız olar ki, o melodiyanın da ab-ı havasını poza bilər. İlk növbədə sözə və sözlə birgə musiqiyə də təbii ki, önəm verirəm. Verişə gəldiyinə görə təşəkkür edirəm. Həqiqətən mənim üçün maraqlı oldu. Sözün gücü verişinin birinci müsahibi olmağın mənə daha bir necə deyirəm, motiv verdi. Çox sağ ol. Bəzi suallar var, təbii ki, vermədim bunları sənə. Amma bir neçə verişdən sonra səni yenə gözləyirəm. Belə davam elə. Sən həqiqətən mənim bildiyim qədər sənin haqqında bir neçə dəfə mən məqalə yazmışam və orada görmüşəm ki, cəmiyyət səni sevir, cəmiyyət səni çox istəyir və həqiqətən sənətə hörmət qoyan bir insansan. Sənə bu yolda uğurlar arzulayıram. Və inanıram ki, necə indi səsin yüksəklərdən gəlir və bundan sonra da hər zaman yüksəklərdən gələcək. Diqqətinə görə çox sağ ol. Təşəkkür edirəm Mərhəmət bəy, sizə və komandanıza təşəkkürümü bildirirəm ki, məni dəvət eləmişsiniz verilişdə və uğurlar arzu edirəm və əminəm ki, inşallah bütün layihələriniz olduğu kimi bu verilişinizdə uğurlu olacaq, sevilən olacaq. Çox sağ olun, dəyərli dostlar, və buradan izləyicilərə mən bir müraciət eləyəcəm. Növbəti verilişimizdə Cənub bölgəsindən kimi görmək istəyirsinizsə, zəhmət olmasa şərh bölümündə qeyd eləyin və həmin veriliş, həmin sizin yazdığınız ən çox kimin adı olsa onu dəvət edəcəm. Diqqətinizə görə çox sağ olun, bizimlə qalın, sözün gücünə inanın. Çox sağ olun.